Hər vaxtınız xeyir. Bugün sizə trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətləri bölməsinin testini izah edəcəm. Testi keçməmişdən öncə xatırlayaq. Sinus alfa və kosinus alfanın ən böyük qiyməti 1, ən kiçik qiyməti -1-dir. Sinus kvadratı alfa, kosinus kvadratı alfa olsaydı, onda ən böyük qiymət olardı. Ən böyük qiyməti 1, ən kiçik qiyməti 0-dır. Modulda sinus alfa, modulda kosinus alfa. Bunların da ən böyük qiyməti 1, ən kiçik qiyməti 0-dır. A vur sinus alfa, üstə gəl B vur kosinus alfa olarsa, bunların ən böyük ən kiçik qiyməti plus minus kök altında A kvadratı plus B kvadratıdır. Ən böyük qiyməti deyəndə müsbətini götürürük. Kök altında A kvadratı plus B kvadratı. Ən kiçik qiymət deyəndə mənfisini götürürük kök altında A kvadrat plus B kvadratını. A kvadratı plus B kvadratı. İndi baxar birinci suala. Birinci sual. Y bərabərdir 2 üstə gələk 3 vuraq kosinus 2x. Baxın uşaqlar, biz bucağa fikir vermirik. Yəni kosinus 2x, 5x fərqi yoxdur. Bunların ən böyük qiyməti 1-dir. Yəni 2 üstə gəl 3 vur 1, 3 oldu, doldu 5. Bir də 2 plus 3 vur -1. Cavab oldu 2 çıx 3 -1. 5 və -1 bizdən nəyi soruşur? Ən kiçik qiymətini. Mütləq 2 qiymətinin ikisini də yerinə qoyuruq. Müsbətində, mənfisində son nəticədən tapırıq. Ən kiçik qiymət oldu -1 B variantı. İkinci suala baxaq. Fx bərabərdir. Funksiyanın ən böyük qiymətini tap. Yenə 3 çıxaq 2 vur 1. Sinusun yenə 1 yazıq, cavab oldu 1. Fx bərabərdir 3 çıxaq 2 vuraq -1. Cavab oldu 5. Bu ifadənin ən böyük qiyməti 5 B variantı. Gördünüz? Müsbət 1 qoyanda aldığım cavab kiçik qiymət oldu. -1 qoyanda aldığım cavab böyük qiymət oldu. Ona görə yəni ən böyük qiymət 1 qoyum, ən kiçik qiymət -1 qoyum olmur. Yazırıq, son nəticəyə baxırıq. Sonra üçüncü suala baxaq. Fx bərabərdir 3 vur sinus x. 3 vur 1 çıx 1, cavab oldu 2. Fx bərabərdir -1 yazanda 3 vur -1 çıx 1 oldu -4. Ən kiçik qiymət soruşur -4 D variantı. Dördüncü suala baxaq. Fx bərabərdir 5 vuraq kosinus 2x. Kosinus 2x-də ən böyük qiymət 1 çıxaq 1 yazıram, oldu 4. Ən kiçik qiyməti -1-dir. Bir dəfə də yenə -1 yazıram, çıxaq 1 oldu -6. Bizdən dördüncü sualda ən böyük qiymətini soruşur. Cavab oldu 4 A variantı. Beşinci suala baxaq. Y bərabərdir 2 vur sinus x. 2-ni 1-ə vurdum, çıxdıq 2-də 1. O da oldu 1/5. Bir dəfə də mənfi yazsaq 2 vur -1 çıxaq 2-də 1. Bu da oldu -2/5. Bizdən ən böyük qiyməti soruşur 1/5 C variantı. Altıncı suala baxaq. Altıncı sualda y bərabərdir 3 vur 1 plus 2-də 1. Oldu 3/5. Mənfi yazsaq, deməli -1 vuranda olur -3 plus 2-də 1. Bu da oldu -2/5. Funksiyanın ən kiçik qiyməti -2/5 A variantı. Sonra 7-ci suala baxaq. Y bərabərdir sinus 30. Sinus 30-da 2-də 1 alır. Burada var sürətdə demə üstün qüvvətində kosinus x plus sinus x. Bizə dedi ki, kosinus x-lə sinus x-in ən böyük kiçik qiymətini tap. Deməli yazırıq plus minus kök altında əmsalların kvadratları cəm. Kosinusun əmsalı 1-dir, 1-in kvadratı. Sinusun əmsalı 1-dir, 1-in kvadratı. O da oldu 2-də 1 plus minus kök altında 2. Bizim ən kiçik qiymət soruşur. Yazıram 2-də 1-in üstü kökdə 2. Bir də müsbəti mənfisini yazsaq 2-də 1-in üstü mənfi kökdə 2 olur. Bu da mənfiyə görə tərs çevirsək 2 üstü kökdə 2 olur. Bu böyük qiymət olur. Bu kiçik qiymət. Bizdən kiçik qiymət soruşuna görə doğru cavab oldu B variantı. 8-ci suala baxaq. 8-ci sualda da yine A sinus x plus B kosinus x düsturdu. Kökü altında əmsallarının kvadratlar cəmi. 2'nin kvadratı plus 2'nin kvadratı plus minus kökü altında 8. O da olur plus minus 2 kökü altında 2. En kiçik qiyməti mənfisini götürürəm Y variantı. 9-cu suala baxaq. Fx bərabərdir sinus kvadrat x çıxaq sinus x plus 7,25 funksiyasının qiymətlər çoxluğunu tapın. Sinus x-a burada bir t desək, olur t kvadratı çıxaq t üstə gələk 7,25. Bu kvadratik funksiyadır.
Bunu kvadratik funksiyanı tam kvadrata ayırmaqla həll edək. T kvadrat çıxaq T üstə gəl 4/1 çıxaq 4/1. O da oldu 7 tam %25. Bu da bizə düstur verir. T çıxaq 2/1'in kvadratı plus 7. Baxın, bu kvadratik funksiyanın biz qrafikini çəksək, T 2/1 olanda bunun funksiyanın qiyməti 7 olur. Deməli, bunun minimum nöqtəsi T'nin 2/1 qiymətində olur. T'nin 2/1 qiymətidir. T də sinus x-ə bərabərdir. -1 aralığında olur. Deməli, T'nin 2/1 qiyməti, belə yazaq, T 2/1 olanda -1 aralığına daxildir. Ona görə elə bu funksiyada ən kiçik qiymət tapsaq, T'yə 2/1 yazarıq. 2/1 çıxaq 2/1'in kvadratı plus 7. Bu da oldu 7. Bir də bunun maksimum nöqtələrini yoxlayaq. Maksimum nöqtələr də bunun ucuz nöqtələrdir. -1, 1. Bir dəfə -1 yazaq. Olur -1 çıxaq 2/1'in kvadratı plus 7. Bu da oldu 9 tam %25. Bir də f -1 yazıq. 1 yazsaq 1 çıxaq 2/1'in kvadratı plus 7. Bu da elə oldu 7 tam %25. Bunun ən kiçik qiyməti minimumu 7'dir. Maksimumu 9 tam %25'dir. Onsuz da ki 7 tam %25 bu aralığa daxildir. Keçək 10-cu suala. 10-cu sualda yenə oxşar sualdır. Yəni burada kosinus x-ə bir t deyək. Olsun y bərabərdir. T çıx 2, t çıx 4. Sadələşdirsək olur t kvadratı çıxaq 2, t çıxaq 4t plus 8. Bu da bərabərdir. Deməli, t kvadratı çıxaq 6t plus 8. Bunda yazsam t kvadratı çıxaq 6t plus 9 minus 9 tam kvadrat ayırırıq. Bu da bizə düstur verdi. T çıx 3'ün kvadratı minus 1. Baxın, bunun qrafiki x, y. T3 olanda bu -1 alır. Yəni, bunun minimum qiyməti T'nin 3 qiymətində olur. Və biz deyirik ki, T biz kosinus x-a demişdik. Kosinus x-a biz T demişdik. Ona görə də T -1 aralığını aşmamalıdır. Yəni, T'nin 3 qiymətində -1 aralığına daxil deyil. Ona görə biz bunu götürmürük. İndi baxaq burada. Bunun -1 aralığındakı qiymətlərini yoxlayaq. Y bərabərdir. -1 yazsaq olur. -1 çıxaq 3'ün kvadratı çıxaq 1. 4'ün kvadratı 16. 1 çıxdıq 15. Bir də 1 yazsaq 1 çıx 3'ün kvadratı çıxaq 1. O da 2 kvadrat 4. 4'dən də 1 çıxdım 3. Bunun qiymətlər çoxluğu 3'dən 15'ə. 11-ci suala baxaq. Yine a sinüs x plus b kosinüs x düzdürdür. Plus minus kök altında a'nın kvadratı, yəni 5'in kvadratı plus 5 kökdə 3'ün kvadratı. O da oldu plus minus kök altında 25 plus 25 vur 3. O da oldu plus minus kök altında 100 plus minus 10. 11'də ən böyük qiyməti, ən kiçik qiyməti -10, ən böyük qiyməti müsbət 10. Sonra 12-ci suala baxaq. Funksiyanın ən böyük, ən kiçik qiymətlərinin cəmini tapın. Kvadratın ən böyük qiyməti 1'dir. 2 vur 1. Sinus kvadratın oldu 1. Ən kiçik qiyməti 0'dır. Onca 2'ni 0'a vurduq. Oldu 3. Bizdən bunların cəmini soruşur. 1 ilə 3'ün cəmi oldu 4. 12'də. 13-cü suala baxaq. 3 kosinus kvadratı x çıxaq kosinus 2x-i düsturu var. Yaza bilərik. 2 kosinus kvadratı x çıxaq 1. Bu da oldu 4. 2 qat arqument düsturları. 3 kosinus kvadratı x çıxaq 2 kosinus kvadratı x plus 1 plus 4. Sıfır yazım. 3'dən 2 çıxanda qaldı kosinus kvadratı x plus 5. İndi kosinus kvadratının ən böyük qiyməti kvadrat 1 ala bilər, ən kiçik qiymət 0 ala bilər. 1 olsa 1 üstə gəl 5, 6 bunun əbəqısıdır, yəni ən böyük qiymətidir. Amma 0 yazsaq 0 üstə gələk 5 bunun 5'idir, o da ən kiçik qiymətidir. Bizdən də nəyi soruşur? Ən kiçik qiyməti cavab oldu 13'də 5. 14-cü suala baxaq. 4 kosinus kvadratı x çıxaq kosinus 2x'i yerinə yaza bilərik. 2 kosinus kvadratı x çıxaq 1. Qarşının işarəsi -d plus 1 olur. Plus 5. O da sadələşdirəndə qaldı 2 kosinus kvadratı x plus 6. Kosinus kvadratının ən böyük qiyməti 1'dir. 2'ni vurdum 1'ə üstə gəldim 6 oldu 8. Ən kiçik qiyməti 0'dır. 2'ni vurduq 0 üstünə 6 gəldi oldu 6.
Bizdən ən böyük qiymət soruşur. Cavab oldu 8. 15-ci suala baxaq. Sadələşdiririk. 2 vuraq sinüs sayfa vuraq kosinüs sayfa. Tangens sayfanı yazırıq. Sinüs sayfa bölək kosinüs sayfa. Plus 1. Biz kənarda yazaq ki, kosinüs sayfa 0 ola bilməz. Buradan kosinüs sayfalar getdi. Qaldı 2 vuraq sinüs kvadrat sayfa plus 1. İndi sinüs kvadrat alfanın ən kiçik qiyməti 0-dır. Ən böyük qiyməti 1-dir. Amma 1-i almır. Niyə? Çünki sinusun 1 olduğu yerdə kosinus 0 olar. Onda kəsirin məxrəci 0 olar. Ona görə 0-ı alır, 1-i almır. İndi biz ifadədə 0 yazsaq yerinə olur 2 vur 0 plus 1. Oldu 1. 1 yazsaq olur 2 vur 1 üstə gəl 1. Bu oldu 3. Yəni 1-dən 3-ə. Amma 3 daxil deyil. Bunların ala biləcəyi qiymətlərin cəmi 1 üstə gəl 2 oldu 3. 15-də cavab 3. 16-cı suala baxaq. 3 çıxaq 2 vuraq sinüs alfa. Vuraq kosinüs alfa. Kotangesi yaza bilərik biz. Kosinüs alfa bölək sinüs alfa. Kənarda da yazırıq ki, sinüs alfa 0 ola bilməz. Sinüs alfalar getdi. Qaldı 3 çıxaq 2 kosinüs kvadrat alfa. Kvadratın yenə ən böyük qiyməti 0-dır. Ən kiçik qiyməti 0-dır. 0 yaza bilirəm. Çünki kosinüs 0-ı 90-da alır və sinüs də 90-da qiymət alır. Ən böyük qiyməti 1-dir, amma 1 daxil deyil. Çünki kosinüsün 1 olduğu aralıqda, kosinüs 1 oldu, tutaq ki, olur 0-da, sinüs də 0-da, məxrəc 0 olar. Ona görə 1-i daxil deyil götürürəm. Yerinə 0 yazsaq olur 3 çıxaq 2 vur 0 oldu 3. 1 yazsaq 3 çıxaq 2 vur 1 oldu 1. Deməli 1 daxil deyil, ancaq 3 daxildir. Bizə deyir ki, ala biləcəyi qiymətlərin cəmini soruşur. 2 ilə 3-ün cəmi oldu 5. 17-ci suala baxaq. Deməli, bizə ifadə veribdir. Kökdə 5 sinüs 7 alfa və 2 üstə gələk 2 kosinüs 7 alfa. Bucaqlar eynidirsə, biz bunu plus minus kök altında kvadratlar cəm yaza bilərik əmsallarının. 5-lə əl işimiz yoxdur. 5 qalır kənarda. Olur nə? 5 kökdə 5-in kvadratı plus 2-nin kvadratı plus 5. Bu da oldu plus minus kök altında 5 üstə gəl 4 9 plus 5. Oradan da alınır plus minus 3 plus 5. Əgər 3-ü müsbət kimi götürsək 3 üstə gəl 5 olar 8. Mənfi kimi götürsək mənfi 3 üstə gəl 5 olar 2. Bu 2 8 aralığındadır və bizə deyir ki, ən böyük qiymətlə ən kiçik qiymətin hasilini tapın. Ən böyük qiymət 8, ən kiçik qiymət 2-dir. Bunların da hasili oldu 16. 18-ci suala baxaq. Deməli, 3 sinüs 5-ci dərəcədən alfa üstə gələk 4 kosinüs 6-cı dərəcədən beta plus 5 ifadəsinin ən böyük və ən kiçik qiymətin hasilini tapın. Baxın, sinüs tək dərəcədəndir deyə bunun ən böyük qiyməti, ən kiçik qiyməti mənfi 1, ən böyük qiyməti 1-dir. Amma kosinüs cüt dərəcədən olduğuna görə ən kiçik qiyməti 0, ən böyük qiyməti 1-dir. İndi bunların birinci ən böyük qiymətlərini tapaq. Olur 3 vuraq, sinüsün ən böyük qiyməti 1, 4 vuraq, kosinüsün ən böyük qiyməti 1, plus 5, o da oldu 12. İkinci ən kiçik qiymət, sinüsün ən kiçik qiyməti mənfi 1-dir, 3 vuraq, mənfi 1, üstə gələk 4 vuraq, kosinüsün ən kiçik qiyməti 0-dır, plus 5, o da oldu 2. Bizdən də bunların hasilini soruşur, 12-nin 2-yə hasili oldu 24. 19-cu suala baxaq. 10 vuraq kosinüs kvadratı alfa üstə gələk 2 sinüs kvadrat alfa ifadəsinin ən böyük qiymətini tapın. Birinci sadələşdirək. Kosinüs kvadratın yerinə yaza bilərik. 1 çıxaq sinüs kvadrat alfa. Plus 2 sinüs kvadrat alfa. Bu da sadələşəndə oldu. 10 çıxaq 10 sinüs kvadrat alfa. Üstə gələk 2 sinüs kvadrat alfa. Bu da oldu 10 çıxaq 8 sinüs kvadrat alfa. Sinüs kvadratının ən böyük qiyməti 1 desək 8 vur 1 olur 2. Ən kiçik qiymətinə 0 desək 10 çıxaq 8 vur 0. O da oldu 10. Bizim ən kiçik qiymətini hesablayın. Cavab oldu 2. Yox, bizim ən böyük qiymətini soruşur 19'da. Ən böyük qiyməti 10'dur. Cavab 10 oldu. 19-20-ci suala baxaq. 12 vuraq kosinüs kvadratını sadələşdirən 1 çıxaq sinüs kvadratı alfa. Üstə gələk 4 sinüs kvadrat alfa. O da oldu 12 çıxaq 12 sinüs kvadrat alfa. Üstə gələk 4 sinüs kvadratı alfa. O da bərabərdir 12 çıxaq 8 sinüs kvadrat alfa.
Yine 1 yazsaq olur 12 çıxaq 8 vur 1 cavab oldu 4. En küçük qiymətdə 0 yazsaq 12 çıxaq 0 oldu 12. Bizdən 20-ci sualda en küçük qiyməti soruşur. Cavab 4 oldu. 21-ci suala baxaq. Deməli, y bərabərdir sürətdə 15, məxrəcdə 3 sinus x üstə gələk 4 kosinus x plus 7. Baxın, bu bizə a sinus x üstə gəl, b kosinus x düsturunu verir. Onu da kənarda hesablasam olur plus minus kök altında 3'ün kvadratı 9 plus 4'ün kvadratı 16. O da m plus minus 5 olur. Deməli, ən böyük qiyməti 5, ən kiçik qiyməti -5'dir. Cədib yerinə yazsaq, y bərabərdir, sürətdə olur 15, məxrəcdə olur 5 plus 7. 5 plus 7 bizə verir 12. Bunun cavabı oldu 12'də 15. O da oldu. 3 xəsar getdi. 4'də 5. Yəni 1 tam 4'də 1. -1, -5 qoysaq olur sürətdə 15. Məxrəcdə -5 üstə gəl 7. O da sürətdə 15. Məxrəcdə 2. 15 də 2'yə böləndə 7 tam onda 5. Bizdən də ən böyük qiymətini soruşur. Cavab oldu 7 tam onda 5. 22-ci suala baxaq. 23-cü suala baxaq. Deməli, 2 sinus kvadrat tayfa üstə gəl 10 kosinus kvadrat tayfa bərabər üstə gələk 6 sinus tayfa kosinus tayfa ifadəsinin ən böyük qiymətini tapın. Birinci sadələşdirək. Bunların hamısını kosinus tayfa və sinus tayfaya gətirək. Baxın, sinus kvadrat tayfa bərabərdir 1 çıxaq kosinus 2 alfa bölü 2. Bu düsturdan istifadə edəcəm. Bir də kosinus kvadratı alfa bərabərdir 1 üstə gəl kosinus 2 alfa bölü 2. Bu düsturları əvəz etsək, sinus kvadratını yerine yazıram 1 çıxaq kosinus 2 alfa bölü 2. Üstə gələk 10 vuraq kosinus kvadratını yerine yazıram 1 üstə gəl kosinus 2 alfa bölü 2. Üstə gələk bunu da 2 alfaya gətirmək üçün 6'nı 3 vur 2 yazsaq 3 vur 2 bu da oldu sinus alfa kosinus alfa bərabərdir. 2'lər getdi, qaldı 1 çıxaq kosinus 2 alfa. Burada da 10'la 2 getdi, qaldı 5. 5 üstə gələk kosinus 5 kosinus 2 alfa plus 3 vuraq sinus 2 alfa. Sadələşdirsək 3 sinus 2 alfa 5 kosinus 2 alfadan kosinus 2 alfa çıxsaq qalır 4 kosinus 2 alfa plus 6. 5 ilə birinci əmi oldu 6. İndi biz deməli a sinus alfa b kosinus alfa düsturdu. Plus minus kök altı kvadratlar cəmini yazsaq 9 plus 16 bu da oldu plus minus 5. İndi bir dəfə 5 yazıram. 5 üstə gəl 6 oldu 11. Bir dəfə də -5 yazsaq olur -5 plus 6 1. Bizdən də ən böyük qiymətini soruşur. Cavab oldu 11. 24-cü sualda eyni sualdır. 2 vuraq kosinus kvadratın 1 üstə gələk kosinus 2 alfa bölü 2 yazıram yerinə. 6 vuraq sinus kvadratını dedik 1 çıxaq. Kosinus 2 alfa bölü 2'dir. Üstə gələk 6'nı da 3 vur 2 yazsaq sinus alfa kosinus alfa olur. 2'lər xəsar getdi qaldı 1 plus kosinus 2 alfa. 2'nin 6 xəsar getdi 3 qaldı. 3 plus 3 kosinus 2 alfa. Plus 3 sinus 2 alfa. O da bərabərdir. 3 kosinus 2 alfa ilə kosinus 2 alfa oldu 4 kosinus 2 alfa. Üstə gələk 3 sinus 2 alfa. Birdən də deməli 3 çıxıram. Birdən də 3 çıxanda çıxaq 2. Yine sinus kosinus cəmdə plus minus kök altı kvadratlar cəmi 16 üstə gəl 9 plus minus 5. Bir dəfə 5'dən 2 çıxırıq cavab qalır 3. Bir dəfə də -5'dən 2 çıxırıq cavab qalır -7. Bizdə 24-cü sualda ən böyük qiymətini soruşur. Cavab oldu 3. 25-ci suala baxaq. Deməli bu 2 çıxaq kosinus kvadrat alfa çıxaq kosinus üstü 4 alfa. Bunu sadələşdirməliyik və 1 üstə gələk kotangens kvadrat alfa. Bu hasilin ən kiçik qiymətini soruşur bizdən. Baxın uşaqlar. Yazaq bunu. 2 yazaram 1 plus 1 minus kosinus kvadrat alfa. Çıxaq kosinus üstü 4 alfa. Yəni kosinus 4-cü dərəcədən alfa. Aha. Bu da 1 üstə gələk kotangens kvadrat alfada bizə verir 1 bölək sinus kvadrat alfa. Baxın, buradan 1 çıxaq kosinus kvadrat alfanı 1 qruplaşdırsam. Üstə gələk 1 çıxaq kosinus 4 alfanı da 1 qruplaşdırıram. Qalır 1 bölək sinus kvadrat alfa.
O da bərabərdir. Bu 1 çıxaq kosinus kvadrat tayfa bizə sinus kvadrat tayfa verəcək. Bunu müxtəsərə görə 1 üstə gələk 1 çıxaq atsam, 1 çıxaq kosinus kvadrat tayfa 1 üstə gələk kosinus kvadrat tayfa qalır. Vuraq 1 bölək sinus kvadrat tayfa. Bu da oldu sinus kvadrat tayfa üstə gələk 1 çıxaq kosinus kvadrat tayfa bizə sinus kvadrat tayfa verir. Bu da 1 üstə gələk kosinus kvadrat tayfa 1 bölək sinus kvadrat tayfa. İndi biz buradan sinus kvadrat tayfanı ortaq vuruq çıxarsaq qalır 1 plus 1 kosinus kvadrat tayfa. Vuraq 1 bölək sinus kvadrat tayfa. Sinus kvadratlar da getdi. Qaldı 2 üstə gələk kosinus kvadrat tayfa. İfadəmiz sadələşdi. İndi ən böyük qiyməti kvadratın 1'dir. 2 üstə gəl 1 3 olur. Ən kiçik qiyməti 0'dır. 2 üstə gəl 0 0 olur. Cavab oldu 3 və 0. Bizdən bunun ən kiçik qiymətini soruşur. Ən kiçik qiyməti 0. Yox, 24'dən kiçiyini soruşmur. Ən böyüyünü soruşur. Deməli 2 yerinə yazsaq 2 plus 1 oldu 3. 2 plus 0 oldu 2. Bizdən bunun ən kiçik qiymətini soruşur. Ən kiçik qiyməti 2. 2 qısı 2. 25'dən. 26-cı suala baxaq. Deməli, y bərabərdir 10 vuraq. Kosinus kvadratı 1 çıxaq. 1 üstə gələk. Kosinus 2x bölü 2'dir. Çıxaq 6'nı yazaraq 3 vuraq. 2 sinus x kosinus x. Plus 2 vuraq sinus kvadratını yazaraq 1 çıxaq. Kosinus 2x bölü 2 plus 4. 10 ilə 2 xısar getdi 5. O da oldu 5 üstə gəl 5 kosinus 2x. Çıxaq 3 sinus 2x. Plus 2'lər də getdi. 1 çıxaq kosinus 2x plus 4. O da bərabərdir. 5 kosinus 2x'dən kosinus 2x'i çıxsaq. 5'dən bunu çıxanda qaldı 4. 4 kosinus 2x minus 3 sinus 2x plus 10. O da oldu plus minus kök altına kvadratlar cəm 16 üstə gəl 9 plus 10. O da oldu plus minus 5 plus 10. 5'in üstüne 10 geldi. Cevap oldu 15. Mənfi 5'in üstüne 10 gələndə cevap oldu 5. Bizdən bunun ən kiçik qiymətini soruşur. Ən kiçik qiyməti 5. 27-ci suala baxaq. Yine fx bərabərdir. Kök altında 5 sinus x üstə gəl 12 kosinus x minus 4. Biz dedik ki sinus kosinus cəm olanda ən böyük ən kiçik qiyməti plus minus kök altında kvadratlar cəmindən tapılır. Bu da yaza bilərik 25 üstə gəl 144 minus 4. O da olur deməli kök altında plus minus 13 minus 4. Biz burada uşaqlar 10-cu müsbət qiymətini götürə bilirik. Bir də deməli 13'ün yəni mənfi 13'dən belə deyək 13'ə qədər olan ədədlər arasından biz 4'dən böyük qiymətləri götürə bilir. 4 də götürə bilərik. Yəni burada 4 və 4'dən böyük qiymətlər 4'dən 13'ə kimi. Bu aralığı burada yerinə qoyub hesablayacağım. Ən minimum 4 qoysaq olur 4 minus 4 olur 0. Biz 13 qoysaq olur 13 minus 4 olur kökdə 9 da 3. Yəni bu ifadənin qiymətlər çoxluğu 0 3 olur. Mənfilər ola bilməz. Məsələn, mənfi 13'dən 13'ə kimi 4'dən 13'ə qədər olan qiymətləri qoyuruq. Mənfilər qoya bilmirik çünki kökün altı mənfi olar. 0'dan 3'ə kimi ədədlərdə 1'dir, 2'dir, bir də 3'dür. Bunların bizdən sayını soruşur. Cavab oldu 3. Yox, 3 yox, 4. Çünki 0 da dəyər axı bunu. 0 böyük 3'dür. 4'dür cavab. 28-ci suala baxaq. X daxildir pi üst pi bölü 2 olduqda y bərabərdir tangis x üstə gələ kotangis x plus 7 kök altında bu funksiyanın ən kiçik qiymətini tapın. Uşaqlar x bucağı pi 3 pi bölü 2 yəni 3-cü rübdə olduqda tangis x da kotangis x da 0'dan böyük olurlar. Çünki bunlar hər ikisi 3-cü rübdə 0'dan böyükdülər. Biz də deyirik ki istənilən iki müsbət ədədin ədədi ortası onların həndəsi ortasından 2 müsbət ədədin ədədi ortası koşu bərabərsizliyidir. Onların həndəsi ortasından böyük və bərabər olur. Yəni tangis x vuraq kotangis x. Buradan tangis x plus kotangis x cəmini tapsam böyük bərabərdir 2 olur. Çünki tangis kotangisə vuranda 1 olur axı.
İndi tangens və kotangensin bizə bu funksiyanın ən kiçik qiymətini soruşur. Tangens kotangens cəmi ən azı 2 ola bilər və yaxud 2-dən böyük qiymətlər ola bilər. Bizə kiçik qiymət soruşduğuna görə, tangens kotangensi yerinə 2 yazıram. 2 üstə gəl 7 oldu kök altında 9. 9'dan da kök 3 çıxır. Doğru cavab oldu 3. 29-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Birincidə deməli y bərabərdir. Ümumi sinusun yerinə bir dəfə 1, bir dəfə -1 yazırıq. 2 vur 1 çıx 1 oldu 1. Y bərabərdir 2 vur -1 çıx 1, o da oldu -3. Deməli bunun ən böyük qiyməti 1, ən kiçik qiyməti -3. Yəni B, bir də Y uyğundur. İkinciyə baxaq. Y bərabərdir 3 çıx 1, cavab oldu 2. Y bərabərdir 3 çıx -1, cavab oldu 4. Bunun da ən böyük qiyməti 4, ən kiçik qiyməti deməli 2 D variantıdır. Üçüncüyə baxaq. Y bərabərdir 2 kosinus kvadratı x plus 3. Yəni yerinə bir dəfə kosinus kvadratının ən böyük qiymət 1 yazsaq olur 5. Bir də 0 yazırıq. 2 vur 0 üstə gəl 3. Bu da oldu 3. Ən böyük qiyməti 5, ən kiçik qiyməti 3'dür. O da 3 yoxdur. 1B'yi 2A'dır 3C. 30-cu suala baxaq. Y bərabərdir 3 vuraq. Sinus kvadratının ən böyük qiyməti 1 plus 4 oldu 7. Ən kiçik qiyməti 0. 3 vur 0 üstə gəl 4 oldu 4. Deməli ən böyük qiyməti 7, ən kiçik qiyməti 4. 1'ə D uyğundur. 2'yə baxaq. Y bərabərdir 3 vuraq. Kosinusun qiyməti ən böyük qiyməti 1 yazanda oldu 6. Bir dəfə də -1 yazırıq. O da oldu 0. 6 və 0. Ona görə A, C ən böyüyü 6, ən kiçiyi 0. Üçüncüyə baxaq. Y bərabərdir 4 çıx 1 oldu 3. Y bərabərdir 4 çıx -1, o da oldu 5. Bunun da ən böyük qiyməti 5, ən kiçik qiyməti 3'dür. B, Y. 31-ci suala baxaq. Funksiyaların ən böyük qiymətləri və ən kiçik qiymətlərinin uyğunluğu müəyyən edin. İndi birinciyə baxaq. Y bərabərdir 3 vur 1 üstə gəl 4 oldu 7. Bir də y bərabərdir kosinusun ən kiçik qiyməti -1 üstə gəl 4 oldu 1. Deməli bunun əbqısı, yəni ən böyük qiyməti 7, əqısı, ən kiçik qiyməti 1'dir. İndi ən böyük qiymətlə ən kiçik qiymətinin cəmi oldu 8, fərqi olur 6. Ona görə birincidə A-da fərqi yoxdur. Y bərabərdir sinus kvadratının ən böyük qiyməti 1 yerinə 1 yazanda oldu 2. Ən kiçik qiyməti 0 yerinə 0 yazanda oldu -3. Bunların cəmi deməli əbqı oldu, ən böyük qiymət oldu 2, ən kiçik qiymət oldu -3. Bunların da cəmi olur -1. Cəmi -1 fərqi 5. Bizə cəmi ən böyük qiymət. Üçüncüyə baxaq. Yəni y bərabərdir sinus kubu. Sinus kubun ən böyük qiyməti 1'dir. Plus 2. O da oldu 9. Ən kiçik qiyməti -1'dir. Çünki tək dərəcədəndir. Bu da oldu -5. Bunların cəmi oldu 4. Ən böyük qiymətlə ən kiçik qiymətin cəmi 4. B variantı uyğundur üçüncüyə. Bir də fərqi 9 çıxaq -5, 14 D variantı uyğundur. 1'ə A, 2'yə C, 3'ə B, D. 32-ci suala baxaq. Birincidə y bərabərdir sinusun ən böyük qiyməti 1'dir. 2'ni vurduq 1'ə, üstə 3 gəldi, oldu 5. Ən kiçik qiyməti -1'dir. 2'ni vurduq -1'ə, üstünə 3 gəldi, cavab oldu 1. Deməli bunun ən böyük qiyməti 5, ən kiçik qiyməti 1'dir. Bunların cəmi 6 var C variantı, fərqi 4 olur. Ona uyğun yoxdur variant. İkincidə y bərabər 4 vuraq. Kosinus kvadratının ən böyük qiyməti 1'dir, oldu 3. Ən kiçik qiyməti 0'dır, o da oldu -1. Deməli burada ən böyük qiymət 3, ən kiçik qiymət -1. Ən böyük qiymətlə ən kiçik qiymətin cəmi 2'dir, B variantı. Fərqi 4'dür, ona da uyğun olan variant yoxdur. Üçüncüyə baxaq. Y bərabərdir 8 vuraq. Kosinus kubu tək dərəcədəndir. Ən böyük qüvvət 1, ən böyük qiymət 1 oldu 10. Ən kiçik qiymət -1'dir. 8'i vurdum -1'ə, üstünə 2 gəldi, o da oldu -6. Bunların cəmi 4, yəni A variantı uyğundur. Fərqi 10 çıxaq -6 da 16 olur. Bu da D variantı. 1C, 2B, 3A, D. Sonra baxaq ətraflı yazı tələb olunanlar tapşırıqlara. 33-cü sual.
Funksiyanın ən böyük tam qiymətini tapın. Sadələşdiririk. 4 sinus x həmişə unutmuruq. Əgər misalda tangens varsa, hökmən onun məxrəcinin qiymətinə baxmalıyıq. Tangens sinus x bölək kosinus x-dir. Yəni tez deyə bilməliyik ki, kosinus 0 ola bilməz. Kosinuslar getdi. O da qaldı 4 sinus x, 3 sinus x, o da oldu 7 sinus x. Sinusun ən böyük qiyməti 1-dir. 7 vuraq 1, 7. Ən kiçik qiyməti mənfi 1-dir. 7 vur mənfi 1, mənfi 7. Amma bu daxil deyil. Mənfi 7 ilə 7 daxil deyil. Niyə? Çünki bunlar daxil olsa, yəni sinusa bir qiyməti, sinus tutaq ki 90 varsa, kosinus 90-da 0-dır. Yəni sinusun 1 və mənfi 1 olduğu yerlərdə, dərəcələrdə kosinus 0-dır. Ona görə mənfi 7 və 7 ödəmir. Bizə deyir, bu ifadənin ən böyük tam qiymətini tapın. Ən böyük tam qiymət olur 6. 34-cü sualda yenə oxşar sualdır. Fx bərabərdir 8 kosinus x çıxaq 3 sinus x vuraq kotangens kosinus x bölək sinus x-dir. Deməli sinus burada 0 ola bilməz. Sinus x-lər getdi. 8 kosinus x-dan 3 kosinus x çıxanda qalır 5 kosinus x. Kosinusun da deməli 1 mənfi 1-dir. Mənfi 1 1-dir. Amma mənfi 1 1 aralığını almır. Çünki kosinusun mənfi 1 olduğu dərəcədə sinus 0-a bərabərdir. Ona görə olur mənfi 5 5. İndi bizə deyir ən böyük qiymət, ən böyük tam qiymət bu aralıqda 4-dür. 35-ci suala baxaq. Mənfi 1 bölü 2 kiçikdir, alfa kiçikdir 0 olarsa, tangens alfa üstə gələk kotangens alfa bölək 5 ifadəsinin ən böyük qiymətini tapın. Gəlin biz birinci tangens alfa üstə gələk kotangens alfanın özünü sadələşdirək. Ən böyük qiymətini tapaq, sonra 5-ə bölərik. Tangens alfanı sinus alfa bölək kosinus alfa yazarıq. Kotangens alfanı kosinus alfa bölək sinus alfa yazsaq. Ortaq məxrəc buradan sinus alfa vuraq kosinus alfanı götürürük. Çarpaz vuranda oldu sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa. Sürətdə oldu 1, məxrəcdə oldu sinus alfa vuraq kosinus alfa. Biz də demişdik ki, sinus kosinus hasil olanda 2-yə vurub 2-yə bölürük. Bu da bizə sinus 2 alfa düstur verir. Sürətdə oldu 2, məxrəcdə oldu sinus 2 alfa. Sinus 2 alfa. İndi uşaqlar, bizdə bucaq deməli mənfi pi böl 2-dən kiçikdir. Alfa da kiçikdir 0. Bunu vermişdi. Amma bizdə sinus 2 alfa lazımdır. Sinus 2 alfa lazım olduğuna görə bunu 2-yə vururam. Olur mənfi pi kiçikdir 2 alfa, o da kiçikdir 0. Mənfi olanda saat əqrəbini əks istiqamətinə götürürük. Bura 0, mənfi pi bölü 2, mənfi pi. Deməli 0-dan mənfi piyə kimi bu sinus olur 4-ün 3-cü rübdə, bir də 4-cü rübdə. Sinus 3-cü 4-cü rübdə mənfidir. Yəni sinus 2 alfa normalda mənfi 1, 1 aralığında qiymətlər alır. Amma 3-cü 4-cü rübdə mənfi olduğuna görə biz sinus 2 alfanı mənfi 1-dən 0-a kimi qiymətlərini yoxlayırıq. 0 da ola bilməz, çünki məxrəc 0 olacaq. İndi baxaq. Bizim ifadəmiz son nəticəmiz 2 bölək sinus 2 alfadır. Mənfi 1-dən 0-a kimi gəlin qiymətlər qoyaq. Məsələn, 2 böl mənfi 1. Cavab olur mənfi 2. Mənfi 1-dən 0-a kimi tutaq ki, mənfi 2-də 1 qoysaq. 2 bölək mənfi 2-də 1. Bu olur mənfi 4. Məsələn, mənfi 3-də 1 qoyaq. 2 bölək mənfi 3-də 1. Bu olur mənfi 6. Qiymət getdikcə kiçilir. Deməli, bu ifadənin elə ən böyük qiyməti mənfi 2-dir. Ən böyük qiyməti mənfi 2-dir. Biz də tangens alfa üstə gələk kotangens alfanın sadələşməsindən bunu almışdıq da. Deməli, tangens alfa üstə gələk kotangens alfanın bölürəm 5-ə. Tangens alfa üstə gələk kotangens alfanın ən böyük qiyməti mənfi 2. Mənfi 2-ni də 5-ə böləndə cavab oldu mənfi 0,4. Sonra 36-cı sualda oxşar sualdır. Yenə 0 kiçikdir alfa kiçikdir pi böl 2. Aralığında olarsa tangens alfa üstə gələk kotangens alfanı sadələşdirək. Tangens alfanı yaza bilərik biz. Deməli sinus alfa bölək kosinus alfa üstə gələk kosinus alfa bölək sinus alfa. Buradan sinus kosinus hasili ortaq məxrəc etsək. Sinus alfa vuraq kosinus alfa. Sürətdə də yenə oldu sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa. Bunun sürəti bizə 1 verdi. Məxrəc sinus alfa kosinus alfa. 2-yə vururam, 2-yə bölürəm. Sürətdə oldu 2, məxrəcdə oldu sinus 2 alfa. İndi bizə deyir ki, bizə 2 alfa lazımdır. Bizə bucağı bu 0 pi böl 2 verir. Buna görə 2-yə vursam 0 kiçikdir 2 alfa, o da kiçikdir pi. 0-dan piyə kimi deməli
0 pi bölü 2, bu da pi müsbətdir. 0-dan pi'yə kimi birinci, ikinci rübdədir. Sinus da birinci, ikinci rübdə müsbət qiymətlər alır. Normalda deməli sinus 2 alfa mənfi 1 aralığındadır. Sadəcə birinci, ikinci rübdə müsbət olduğuna görə biz bunu sinus 2 alfanı 0,1 qiymətlərinə baxırıq. 0 almaz, məxrəc 0'dır. 1. 0-dan 1'ə qədər qiymətləri yoxlayırıq. İndi bizim ifadəmiz 2 bölək sinus 2 alfadır. 0 olmaz. Tutaq ki 0 ilə 1'in arasında yenə 2'də 1 qoyuram. 2'də 1 qoyduq. Bu oldu 4. Bizdə ən kiçik qiymət soruşur. Tutaq ki 0 ilə 1'in arasında məsələn qoyuraq 3'də 2. 3'də 2 olanda olur nə? 2'də 6. Bu da oldu 3. Və yaxud da nə bilim 0 ilə 2'nin arasında 3'də 1 qoyuram. 4'də 1 qoyuram. Tutaq ki 2'ni böldüm 4'də 1'ə. Bu oldu 8. Siz fikir verirsiniz. 0-1 arasında bu qiymətləri qoyduqca qiymət böyüyür. İndi 1 qoysam necə olur? 2 bölək 1. Buradan alındı cavab 2. Deməli 0-1 arasında aralığında olan qiymətlərdən 1 qoysaq bu ifadə ən kiçik qiymət alar. Bizə də bu ifadənin ən kiçik qiymət lazımdır. Başqa qiymətlər qoyduqca böyük qiymət olur. Çünki bizə deyir ki tangens alfa üstə gələk kotangens alfa bölək 10 ifadəsinin ən kiçik qiymətini tapın. Bu ifadənin ən kiçik qiymətini 2 tapdıq. 2'ni də böldüm 10'a, cavab oldu 0,2. 37-ci suala baxaq. Deməli, sinus pi plus alfa, biz deyirik ki, pi adlar qalır, pi plus 3-cü rüb, ona görə olur sinus alfa, 3-cü rübdə sinus mənfidir. Üstə gələk, kosinus 3 pi bölü 2 plus alfa, 3 pi bölü 2 plus alfa 4-cü rübə düşür və 3 pi bölü 2 də kosinus adını dəyişir, olur sinus alfa. Kosinus 4-cü rübdə müsbətdir, ona görə müsbət sinus alfa. Üstə gələk 6 sinus kubu alfa plus 1. Sinus alfalar bir mənfi bir müsbət islah oldu. Qaldı 6 sinus kubu alfa plus 1. İndi bu ifadənin ən böyük və ən kiçik qiymətlərinin cəmini soruşur. Sinusun ən böyük qiyməti 1'dir. 6 vuraq 1, üstə gələk 1. Oldu 7. Ən kiçik qiyməti mənfi 1'dir. 6 vuraq mənfi 1, üstə gələk 1. O da oldu mənfi 5. Ən böyük və ən kiçik qiymətinin cəmini soruşur. 7 ilə mənfi 5'in cəmi oldu 2. 38 də eynidir. Yəni sinus pi çıxaq alfa. Pi çıxaq alfa 2-ci rübdür. Pi adlar qalır, olur sinus alfa. 3 pi bölü 2 çıxaq alfa 3-cü rüb. 3 pi bölü 2 dad dəyişir, olur sinus alfa. Kosinus 3-cü rübdə mənfidir. Üstə gələk 4 sinus kubu alfa. Üstə gəl 2. Sinus alfalar getdi. Qaldı 4 sinus kubu alfa plus 2. İndi uşaqlar, sinusun ən böyük qiyməti 1'dir. 4 vur 1 üstə gəl 2 oldu 6. Ən kiçik qiyməti mənfi 1'dir. 4 vur mənfi 1 plus 2 oldu mənfi 2. İndi bizə deyir ki mənfi 2. Bizdən də ən böyük qiyməti ilə ən kiçik qiymətin cəmini soruşur. Mənfi 2 ilə 6'nın cəmi oldu 4. 38-ci sual sonuncu sualdır. Sağ olun, salamat qalın.